Bunlar hamısı o deməkdir ki, biz cəmi 1-2-3 dəqiqə bundan əvvəl danışdığımız məsələlər gerçəklikdir. Bu ölkədəki o iş adamlarının da, nə bilim tikinti milyarderlərinin də, nə bilim biznesmenlərin də, məmurların da, prokurorların da falanın da sanki bəlli bir hissəsi paralel idarəçiliyə cəlb olunub. Yəni bir deyək ki, milli dövlət var, Azərbaycan dövləti, Azərbaycan xalqının maraqlarını təmin edən, bir də ona paralel bir idarəetmə var. Yəni o 5-ci kolon qiyafəsində falanında o Rusiyanın, imperiyanın hələ burada təmsilçiləri, onun yönətməsi, yəni bir inkası var. Bütün bunlar hamısı onun komponentləridir. Yəni ona ayrıca baxmayın. Orada ola bilər insanın özünün fərdi keyfiyyətləri var. Zəhmətkeşdir, biri zəhmətkeşdir, biri qabiliyyətlidir, biri işgüzardır, biri savadlıdır, başqa birisi savadsızdır. Amma bu o deyil. O deyil. Biz baxın, məsələn, rəsmi olaraq bizdə bir rəsmi milyarder nə qədər, neçə milyarderimiz var? Bu statistika aparılırmı? Və yaxud da indi biz bilirik ki, bəzən bu qədər neqativ şeylərdən danışılır. İndi adətən bu barədə danışmağa zaten də mənası da yoxdur. Çünki o mexanizmlər yoxdur, o işləmir, o sensorlar işləmir. Düşünürəm ki, yəqin ki, dövlət bir formada çalışır yavaş-yavaş o mənfi prosesləri qarşısını alsın, o tənzimləsin. Amma hər halda o dediyim kimi, sanki bu alternativ mexanizm var. Alternativ mexanizm də öz işini görür. Yəni o imperiyanın hələ də qalıqları deyək, tör-töküntüləri deyək, nə bilim, onun uzantıları deyək, bir formada onlar himayə olunur. O, yenə də ona fərd kimi baxmaq doğru deyil. Həmin o şəbəkənin o bir elementidir. Və yəqin ki, o sadəcə olaraq o bir ifadə verir, podstavno qoyulmuş. Yəni, adamın özü deyil. Özü deyil. Yəni, bu bir imitasiyadır. Biri dediyim kimi bu sahədə uğur qazanır, biri metallurgiya sahəsində böyük iş adamıdır, biri tikinti sahəsində. Aydın məsələdir ki, onların hamısı bir mərkəzdən lisenziyalaşdırılıb. Və dediyim kimi, dövlət ola bilsin, bəzən buna təsir edə bilir, gücü çatır, bəzən də hələlik çatmır. Çünki, yeniden bir daha belə məsələlər olanda Ukrayna hadisələrini xatırlatmaq lazımdır, xatırlamaq lazımdır. Rusiyanın maraqlarına qarşı çox sərt gedəndə Ukraynada baş verənlər baş verir. Ona görə də yəni burada bu ölkədə kifayət qədər istedadlı insanlar var, gənclər var, sərmayədə qoya biləcək insanlar var. Amma bunların görürük ki, demək olar ki, əhəmiyyətli bir hissəsi ölkədə uğur qazana bilmir və çıxır gedir Rusiya, Avropaya, dünyanın başqa bölgələrinə, hətta nə bilim Sibirə gedir, orada uğur qazanır, amma ölkədə qazana bilmir. Necə oldu bir dənə şərurlu iş adamı, indi çoban deyir özünə, nə bilim nə deyir, gəldi belə böyük uğurlar qazandı. Mümkündürmü? Təbii ki, yox. Dedim ki, deməli, həmin o şəbəkənin bir elementidir, o şəbəkənin içində olan bir, deyək ki, bir funksiyadır. Belə baxmaq lazımdır. İndi o işi də ona tapşırıblar, qoyublar onun üzərinə və ona da maneçilik yoxdur, əksinə dəstək var falan var. İndi get bir iş gör, gedin bir balaca bir ev tikməyə çalışın, görünsə nə qədər mane olacaqlar, nə qədər problem yaradacaqlar.